Hamı deyir, ama bizim ömrümüzü mallalar yıxdı. Bir dənə malla tap ki, sən övü yıxmış ola. Övü yıxan mallıya niyə? İxtiyarşatda yaman demirdilər. Övü yıxan mallıya bahalığı salan, pulu bir ərziş eləyən mallıya niyə to demirdilər? Niyə? Niyə bə rəhbərə yaman deyirdilər? Çünki heç bunlar rəhbərin heç ixtiyaratını bilmirlər ki. Heç biri orada ittilatı yoxdur. İxtiyarat rəhbər nədir? Rəhbər harda vurud eləyə bilər? Rəhbər yumurtlanın bahalığına, rəhbər gəlməz gövcənin bahalığına, rəhbər gəlməz ətin bahalığına, rəhbər gəlməz ərzin bahalığına, rəhbər gəlməz. Niyə intizarın var rəhbər gələ? Və sən iki rəy verirdin, sinəni vermişdin qabağa, 1 milyon yarıma rəyi satıbsan, kilo kebaba rəy veribsən, qoy bu filan ağa gəlsin, ta filan ağanı qoymayaq meydana. Elə başıva bu bəlalar gələr Fədat Beşəm. Gələr bohbuhey bahalıqda deyər ki, motor səvari azad şud. Bəh bəh. Motor səvari azad şud. Səhər indi bu xanımların puşeşi nə cür olacaq? Bilmirik. Nə cür minə bilərlə motora? Çadırı ilə ki, minəmmət çadırını bağlaya belinə otura. Hətmən bu buluz şalvarla əyləşəcək. Ondan sonra hərdəm də işvəcər eləyəcək. 4 dənə də boynu yoğunla irtibat qatacaq, hərəsi bir dənə. 1000 minəcəklər, mallanın yanından keçəcəklər, mallanı da mindirməyəcəklər. Bəli, belə baxıram, burada da bizim əlimiz bir şey tutmayacaq. Biz mallaların həmməşə, yəni əlimiz bu inqilabda bir şey tutmadı. Fəqət yamandan sonra ayrı bizə də kado bizə yoxdur.